Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Bugünkü aparatımız 4 kilovatlıq mühərriklə universal ot doğrayan yem üydənimizdir. Sizə əvvəlcə videosunu çəkib göstərmişdim. Gördüyünüz kimi bolt qaykayla qalxır 90 dərəcə və düşür 45 dərəcə. Hal-hazırda aparatımız 45 dərəcə bucaq altında ot doğramaq üçün qurulubdur. Gördüyünüz kimi bir saman presimizi, bir saman presi deyildi, yarı saman idi. Yarı saman presinin doğrama müddətini gördünüz inşallah. Düzdür, biraz külək oldu. Hamısını külək vurdu abratını. Yəni mənə sarı. Bax, bu gördüyünüz çıxışı inşallah yönəldisiz ambara. Ambardan püskürmə vasitəsilə otu vurur ambara. Yəni siz orada heç cürə toz görmürsünüz. Əlhəmdülillah. Təkərlərin üstündə 4 kamerli təkərlərdir. İstədiyiniz yerə daşınmağı hasan. Demək, bu gördüyünüz arpa, buğda, yəni dənli bitkiləri üyütmək üçün bunkerdir. Və bu ələklərdir. Dairəvi ələklər. Dairəvi ələklər demək, ikisi dənli bitkilər üçün, ikisi isə ot üçün nəzərdə tutulub. Ələyimizin biri hal-hazırda aparatdadır. İnşallah indi dənli bitkilərimizi üydəcəyik. Onu da sizə Allahın izni ilə nümayiş elətdirək. Bax, bıraxdım, bastım. İnşallah. Qeyd anda. 10 kilogram arpamız, estağfurullah, buğdamızı inşallah. İnşallah işe salaq. Buğdamızla yeni düşündü. Ay maşallah.
Sərin. Mühərrikimiz sərindir. Ay maşallah olsun, maşallah olsun. Əziz izləyicilərimiz. Dörtlük ələklə 10 kilo üyütdüyümüz arpa, əstəğfurullah, buğda dənli bitkisi. Buyurun. Buyurun. Buğda dənli bitkisi. Maşallah olsun. Maşallah olsun. Demək, əziz izləyicilərimiz, o bir dənə də ətraflı məlumat verim. Gördüyünüz kimi ot üçün boşqanı çıxartdıq. Yem üçün bunkeri əlavə etdik və başlıca olaraq otun öz bıçağını çıxartdıq. Yemə aid olan bıçağı daxil etdik aparata. İdarə edici qutumuz, voltmetrimiz, ampermetrimiz, işə və salma və söndürmə avtomat və gördüyünüz kimi altılıq mis naqil. Həmişə dediyim kimi bacardığınız qədər bacarın altılıq. Mis nə qədər naqilləriniz qalın olarsa inşallah mühərrik ağırlığa düşməz, mühərrik qızmaz. Maşallah olsun, yox. Hələ bu nə işlədir ki qıza? Nə yatdı ki, nə yuxu görə. Gördüyünüz kimi əziz izləyicilərimiz, demək, ota aid olan çıxışı bağladıq, yemə aid olan çıxışı açdıq, yemimizi üyütdük, otumuzu doğradıq. Allah sizlərdən razı olsun, Allah işlərinizi avand eləsin. Lazım olarsa, səhifədə nömrəmiz var, əlaqə saxlayın. Xahiş edirəm, artıq dərəcədə qiymətə aid sualları direktə yazın və yaxud zəng edin, WhatsApp-a yazın, orada cavablandırım. Videolarımız illərlə setdə qaldığı üçün, YouTube-da, TikTok-da, Facebook-da qaldığı üçün orada qiymət yazmaq düzgün sayılmır. Allah amanında olun, Allah işlərinizi avand eləsin. Amin.